Əziz qardaşlar, bu günləri bildiyiniz kimi yenə yurdum hardayıq. Yenə gəldi yurdum Lənkərana. Lənkərana gəlmək üçün inanırsan, baxdım saata dedim ki, ABD gedib, Lənkəranda edib geri qayıdacam. İminlə ABD eləmək üçün Lənkərana gəlmişəm. Çünki mən bu torpaqlarda doğulub, bu beşikdə yorğulub və Bakıya göndərilmişəm. Ona görə harda doğuldunsa, həmin yeri bir saniyə unutmaq olmaz. Gəldim yenə də nələrimizin pişirdiyi yeməkdən yeməyə, bildiyiniz kimi Xan Lənkərandayıq. Ancaq bax. Gəl bura bax. Paxla polova bax. Paxla polova bax. Çox adam bilməyəcək. Ondan sonra hər kəs Lənkərana gələcək. Masallıya gələcək, Cənuba gələcək, Astaraya gələcək. Hər kəs. Bax. Gördünüz bu paxla polovdur. Paxla polovdur. Bu da bizim kərə yağımız, nehrə yağı, nüyən. Nüyən bildiyiniz kimi Talış dilində nüyən kərə yağı deməkdir. Və bundan gözəli olarmı? Süremon da bildiyiniz kimi qurudulmuş balıqdır. Ancaq yağda təzədən yenə də nehrə yağında bişirilmiş balıqdır. Bu da dədə-baba olaraq bizim mosumuzdur, qatığımızdır. Bildiyiniz kimi hər bir şeyində yanında yenə də boranı polov. Boranı polov bizim ürəyimizdir. Yanında lərgə polov. Əlbəttə yanında paxla polov olanda, boranı polov olanda, lərgə polov olanda onun yanında avtomat nə olur? Nehrə yağı, göyəm və dalıca da süəmnum olur, balığımız olur. Və burada əsas bir şey görsətmədim. Bu da bildiyiniz kimi bizim cənubumuzda bitən King Kong balaca, necə deyərlər, limonun balaca hissəsi ondan düzəldilmiş kompotumuzdur. Bu da bizim dahar duzumuzdur. Dahar bildiyiniz kimi nanədən qovrulmuş, həvəslədə döyülmüş bizim zonaya məxsus olan bir duzumuzdur. Ondan sonra əsas odur ki, gizlətdiyim bir şey var. Görə bu qabın içində nə var? Bu da bizim ürəyimiz olan çölmə toyuq çölməsidir. Bildiyiniz kimi ki, soyuq çölməsi indi artıq quşlar uçub gedib, yaydı balalırlar. İndi qış gələcəyin ki, onun yerinə gərəf olacaq və digər bizim quşlarımızdan və digər çöl quşlarından olacaq. Ona görə bildiyiniz ki, Cənub Azərbaycanın ən zəngin olan bir bölgəsidir. Demək olmaz, Cənubda ancaq qəhrəman yetişmir. Cənubda yetişdirən qəhrəmanlıqla bərabər bizim yetişdirən nənələrimiz var. Bu cür bizim tarixi mənbəyimiz var. Çünki bunların hər birini hazırlamaq üçün keçmiş dövrdə saatlarla vaxt gedirdi. Ona görə biz oturaq xalqa, oturaq millətə aid olduğumuz bir daha bizim süfrəmizdə bəllidir. Çünki biz bu vətənin, bu torpağın övladlarıyıq. Biz bura heç bir yerdən gəlməmişik. Biz burada doğulmuşuq, vətənimizi qorumuşuq. Əsl bu, necə deyərlər, bunlardan yiyərək bir daha bu təngənündən də baxsan ki, bilirsən ki, bu təndir çörəyi deyirlər, nazik bir təndir çörəyidir. Görsəz bunun yeməyindən doymaq olmaz. Ona görə hər zaman bütün yaşayan, hər yerdə yaşayan, bütün bacı qardaşlarımıza, hər birinin Cənuba dəvət edirəm. Çünki Cənub Azərbaycanın döyünən ürəyidir. Ona görə Cənubla hər birimiz fəxr edirik və Cənublu olmağımla da qürur duyuram və nənələrimizin bizi böyüdən, bu çörəyi yedən çörəkdən də qürurlanıram. İnanıram ki, bu çörəyimə heç vaxtı hər zaman yediyim çörəyə sadiq çıxmışam, vətənimi qorumuşam və vətənin üç rəngli bayrağını hər dəfə durmadan dünya, Avropa çempionatlarında dalğalandırmışam və vətənin övladı olmağımla da fəxr edirəm. Hər birinizi salamlayıram, hər birinizi qonaq olaraq Lənkərana, Masallıya, Lerikə, Yardımlıya dəvət edirəm ki, gəlin baxın, yeməklərlə bərabər olan bizim vətənpərvərliyimiz, yeməklərlə bərabər olan bizim qonaq sevərliyimiz, yeməklərlə bərabər olan, zəngin olan bizim həqiqi mənada olan süfrəmizin bərəkəti hər biri üçün qapısı açıqdır. Buradan bütün hər kəsi salamlayıram. Salam olsun. Sağ olun.